Söhbət edən hər dəfə anam orada xahiş edir və bildirir ki, siz də valideynsiniz, siz də var, dəyərləndirin, kömək eləyin, əlac yoxdur da. Təqribən 45 dəqiqəyə qədər ürək masajı eləyirlər və orada mən bir klinik ölüm keçirdirəm. Orada həkimim var idi, Alman həkimim. Mənə dediyi bir şey oldu ki, dedi o Azərbaycandakı həkimin əllərindən öp, sən Almanyada olsaydın, sən ölmüşdün. Mən Orxan Məmmədov, hal-hazırda 39 yaşım var. 30 may 2024-cü il axşam saat 5-6 radələrində ürəyimdə müəyyən ağrılar hiss elədiyim üçün dostlarım tərəfindən yolda olarkən xəstəxanaya gətirilmişəm. Təcili yardımda ilk yardım otağında təzyiqimi ölçməyə başlayan yoldaşa bildirirəm ki, təzyiqimi ölçməyə ehtiyacınız yoxdur, mən infarkt keçirirəm. Təzyiqimi ölçüldüyü zaman ürək ritmim zəif vurmağa başlayır və məni başlayırlar ürək masaj eləməyə. Bunu bildirim ki, birincisi çox uzun bir müddət ürək masajı davam edir. Təqribən 45 dəqiqəyə qədər ürək masajı eləyirlər və orada mən bir klinik ölüm keçirdirəm. Bu vaxt növbədə olan Mehriban xanıma bildirirlər. Mehriban xanımdan mənim valideynlərimin bir diyaloqu var. Mən danışanım. Söhbət edən hər dəfə doktor deyir ki, mən hal-hazırda bu durumda bu adama müdaxilə edə bilmərəm. Stent qoya bilmərəm qəlbinə. Çünki təzyiq oynayır, ürək ritmləri oynayır, tutmaq olmur. Anam orada xahiş edir və bildirir ki, siz də valideynsiniz, siz də var, dəyərləndirin, kömək eləyin, əlac yoxdur da. Tamam, məsuliyyəti götürülür, Mehriban xanım. Və mənə stent qoyur. Reanimasiyondan çıxandan sonra Almaniya getdim Freiburgda olan Beckrozer mərkəzində Avropa ürək mərkəzi var, European Heart Center var. Getdim ora, orada yoxlandım. Orada həkimim var idi, Alman həkimim. Stentlərimə baxanda həm anjuma baxdı, həm epiqrizmi tərcüməsini eləmişdim və müalicə sularından müdaxilələrin hər şeyini izah elədim. Mənə dediyi bir şey oldu ki, tam səmiyyətindən deyirəm. Ged o Azərbaycandakı həkimin əllərindən öp, sən Almanyada olsaydın, sən ölmüşdün. Almanyada olsaydın, nə bu qədər ürək masajı olunardı, nə də o anda sənə stent qoyulardı. Və mən bunu, buradakı müalicəmin doğruluğunu və mənə olan müdaxilələrin doğruluğunu qeyd etmək üçün getmişdim. Hal-hazırda da rutin yoxlamalarım üçün Məlhəm Beynəlxalq Hospitala Mehriban xanımın yanına gəlirəm. Hər 3 aydan bir yoxlanıram. Həm xəstəxananın tibbi texniki avadanlıqlar bazası, onu Arsenal adlandırardım, tibbi avadanlıqlar arsenalı, həm də eyni zamanda həkim kadrosu tam kifayət qədər etibar edilə biləcək səviyyədədir. Bunu mən canlı yaşayan və şahid olan bir şəxs üçün bildirirəm. İlkin tibbi yardımdan tutmuş, reanimasiya və hətta palatalarına qədər tam güvənib etibar edir. Öz sağlamlığınızı güvənli olaraq əvvəlki və yaxud qaytara bilərsiniz. Uğurlar arzulayıram hər birində. Sağlam yaşayın.